Modem zalda yerləşir, amma siz yataq otağına keçən kimi internetiniz donur, sosial şəbəkələrə daxil ola bilmirsiniz. Bu videoda heç bir texniki biliyə malik olmadan Wi-Fi siqnalını evinizin ən uzaq otağına necə çatdıracağınızı iki ən sadə yolla izah edəcəm. Birinci yol kabel ilə və ən etibarlısıdır. İkinci yol isə kabelsizdir. Başladıq. Zaldakı modemin Wi-Fi əgər bütün evə çatmırsa, bizim sadəcə ikinci ucuz bir modemə və yaxud da evdə hər hansı bir işlənmiş modemə ehtiyacımız var. Wi-Fi-nin zəif olduğu otaqda modemi quraşdırırıq və siqnalımızı gücləndiririk. Bəs bu ikinci modemi əsas şəbəkəyə necə bağlayacağıq? Bunun iki yolu var. Gəlin sizə birinci yolu izah edim və bu yol ən etibarlı yoldur. İlk öncə ikinci modemi yerləşdirdiyiniz otaqdan əsas modemə qədər olan məsafəni ölçürsünüz və daha sonra sizə kabel almaq lazım olacaq. Siz yaxınlaşırsınız kompüter aksesuarları satılan bir mağazaya və oradan kat 5 və yaxud da kat 6 kabeli alırsınız. Orada hazır başlıqlı bax bu tip kabellər satırlar. Məndə olan qısa kabeldir, amma siz ölçdüyünüz məsafəyə uyğun olaraq kabel almalısınız. Daha sonra əsas modemin arxasında boş portlar olur. Kabelin bir ucunu ora taxırsınız, kabelin ikinci ucunu isə digər modemə taxırsınız. Və daha sonra həmin ikinci modemin ayarlarına daxil olursunuz və orada Access Point modunu aktivləşdirirsiniz. Və bu yolla siz Wi-Fi-ı ən uzaq otaqda daha stabil formada işlədə bilərsiniz. Bəs bunu necə ayarlamaq lazımdır? Ona görə narahat olmayın. İrəliyən dəqiqələrdə hamısını göstərəcəm. Amma deyə bilərsiniz ki, mən kabel çəkə bilmərəm, mənim evimin interyeri pozulacaq, evi və yaxud da yeni təmir elətdirmişəm. Bu halda isə siz ikinci variantdan istifadə edə bilərsiniz. İkinci variantda kabelə ehtiyac yoxdur. Sadəcə olaraq ikinci modemi Wi-Fi-nin zəif olan bölgəsi ilə modem arasındakı orta məsafəyə yerləşdirirsiniz. Bu nə üçün lazımdır? Çünki siz modemi evdə Wi-Fi-nin zəif olan bölgəsində quraşdırsanız, onun özü də Wi-Fi zəif aldığı üçün sizə də Wi-Fi zəif ötürəcək. Yəni internet siqnalını zəif ötürəcək və ona görə də heç bir fərqi olmayacaq. Onun üçün lazımdır ki, siz orta bir məsafə götürəsiniz və modem siqnalı daha yaxşı ala bilsin və daha uzaq məsafələrdə normal Wi-Fi ötürə bilsin. Və beləliklə biz yenə də daxil oluruq ikinci modemin ayarlarına və orada Range Extender deyə bir mod var, onu aktivləşdirir və yaxud da bəzi modellərdə Repeater sözü yazılır. Həmin modu aktivləşdirəndən sonra orada müəyyən ayarlamanı edirik və kabelsiz Wi-Fi alıb daha uzaq nöqtədə Wi-Fi daha stabil formada paylaya bilər. İndi isə gəlin modemin admin panelinə daxil olaraq birinci və ikinci üsulları necə ayarlamaq lazım olduğunu sizə göstərim. İkinci modemin ayarlarına daxil olmazdan öncə həmin modemi resetləmək lazımdır. Bu o halda lazımdır ki, həmin modem köhnə bir modemdir. Yəni evdə daha öncə istifadə etmisiniz və onun yaddaşında köhnə ayarlar qalıb. Ona görə də onu resetləmək lazımdır. İlk öncə biz onu toka taxırıq və burada bütün işıqları yanmış olacaq. Daha sonra bəzi modellərdə arxasında reset düyməsi olur. İndi mənim modemimdə düymə yoxdur, yalnız dəlik var. Altında da reset sözü var. Sadəcə olaraq adi bir diş çöpünü götürüb və həmin dəliyə sıxmaq lazımdır və işıqlara diqqət eləmək lazımdır. Mən bunu basılı şəkildə saxlayıram və çəkmirəm. O işıqlar tam sönənə qədər. Tam söndü və dərhal bunu çəkirəm ki, resetləmə prosesi düzgün geçsin. İndi isə gəlin sizə birinci üsulu izah edim. Onu da qeyd edim ki, hal-hazırda mənim ikinci modemim kabel vasitəsilə providerin qoyduğu modemə qoşuludur. Bunun üçün biz daxil oluruq Wi-Fi-ya və Wi-Fi-lar siyahısında ikinci modemin Wi-Fi adını tapmalıyıq. Wi-Fi adı modemin arxasında SSID olaraq qeyd olunub. SSID 2 nöqtə və Wi-Fi-nin adı qeyd olunub. Burada 2 dənə məndə Wi-Fi adı çıxdı, hansı ki həmin modemə aiddir. TP-Link A197 və TP-Link A197 5G. Hər hansı birinə qoşulmaq olar. Burada məndən şifrə istəyir, lakin bəzi modemlərdə şifrə istəməyə də bilər. Amma hal-hazırda məndə şifrə istədiyi üçün mən elə həmin modemin arxasında qeyd olunan şifrəni daxil edəcəm. Və budur, artıq həmin ikinci modemin Wi-Fi-na qoşulduq biz. Daha sonra ikinci modemin IP-si bizə lazımdır. Bunun üçün daxil oluruq həmin Wi-Fi-nin ayarlarına
Və burada yönləndirici hissəsində bir IP ünvanı görürük. 192.168.1.1. Biz brauzerdə həmin IP ünvanına daxil olmalıyıq. Gəlirik, Chrome-u açırıq və həmin ünvanı qeyd edirik. Daxil olduqdan sonra modem bizdən şifrə yaratmağımızı istəyir. Bəzi modemlərdə şifrə yaratmağı ilk öncə tələb etməyə bilər və sadəcə olaraq istifadəçi adı və şifrəni daxil etmək lazım olacaq. Bu halda siz hər iki hissəyə kiçik hərflərlə admin sözü yazmalısınız. Həm istifadəçi adı hissəsində, yəni user hissəsində və password hissəsində aşağıda. Admin. Mən isə burada yeni bir şifrə yaratmalıyım və start düyməsinə basırıq. Və gördüyünüz kimi sürətli ayarlama üçün bir səhifə açıldı və burada next düyməsini basmaq lazımdır. İkinci səhifədə artıq burada 3 mod var. Wireless router, access point, range extender. Bu səhifədə siz access point modunu seçməlisiniz. Daha sonra next düyməsi. Və burada gördüyünüz kimi artıq Wi-Fi-ın adı və şifrəsi görsənir. Siz bunu olduğu kimi saxlaya da bilərsiniz və yaxud da dəyişə də bilərsiniz. Amma saxlamaq deyil, dəyişmək daha məsləhətlidir. Sadəcə olaraq burada hər hansı bir söz yazaq, məsələn test. Və test üçün şifrəni də çox sadə qoyuram. Amma şifrənin daha çətin olması məsləhətdir. Və next düyməsi. Artıq ikinci səhifədə də 5G Wi-Fi şəbəkəsinin adı və şifrəsi görsənir. Burada da dediyim kimi dəyişsəniz daha yaxşı olar. Test və burada da sadə bir şifrə qoyaq. Və yenə next düyməsini basmaq lazımdır. Və artıq burada da heç bir dəyişiklik etmədən next düyməsinə basırıq. Daha sonra aşağıda, səhifənin aşağısında finish düyməsini görəcəksiniz. Ona sıxırıq və modemin restart olmasını gözləyirik. Bu yükləmə 100%-ə çatandan sonra artıq ikinci modemimiz access point modunda hazır olacaq. Bu müddətdə bizim telefon qoşulduğumuz Wi-Fi-dan atacaq və daha köhnə Wi-Fi-yə qoşulacaq. Artıq yükləmə 100% oldu və biz Wi-Fi şəbəkəmizi yeni Wi-Fi şəbəkəsinə qoşa bilərik. Daxil oluruq və skan olunur. Gördüyünüz kimi burada test və test 5G adlı Wi-Fi şəbəkələri görsənir. Biz məsələn testə qoşulaq və bayaq yaratdığımız şifrəni daxil edək. Qoşulaq və budur, qoşulduq. İndi isə keçək ikinci üsulu sizə izah edim, yəni range extender və yaxud da repeater modunu. Qeyd edim ki, ikinci üsulda ikinci modemimiz provayderin qoyduğu modemə kabel vasitəsilə qoşulu deyil. Sadəcə olaraq qeyd elədiyim kimi, modem hər hansı bir orta bir nöqtəyə qoyulur ki, Wi-Fi şəbəkəsini daha rahat alıb ötürə bilsin. Yenidən daxil oluruq ikinci modemin Wi-Fi şəbəkəsinə və yenidən modemin IP ünvanını əldə etmək üçün təkrar daxil oluruq həmin Wi-Fi adının ayarlarına və burada yönləndiriciyə baxırıq. Və gördüyünüz yönləndiricidəki IP ünvanını götürüb və Chrome-dan daxil oluruq həmin IP ünvanına. Yəni 192.168.0.1 və daxil oluruq. Bayaqki kimi yenə də bizdən yeni şifrə yaratmağımızı tələb edir. Yaradaq və daxil oluruq. Yenə də bayaqki səhifə açılır, next düyməsini basırıq və burada üçüncü artıq bölməni, yəni range extender modunu seçirik və next düyməsinə sıxırıq. Artıq burada ikinci səhifədə bayaqki kimi deyil, fərqli bir səhifə çıxır və burada modemin gördüyü bütün Wi-Fi şəbəkələrinin siyahısını çıxarır. Bizə lazım olan provayderin bizim mənzilə yerləşdirdiyi modemin Wi-Fi şəbəkəsinə qoşulmaq və onun adını tapırıq. Və onun qarşısında connect hissədə görürsünüz, burada checkbox var, oranı işarələyirik və daha sonra next düyməsinə basırıq. Burada isə 5G şəbəkəsidir. Bayaqki 2.4 GHz-lik şəbəkə idi. Bu isə 5G şəbəkəsidir. Burada da yenə əgər sizin 5G şəbəkəniz varsa, onu seçmək lazımdır. Və next düyməsini sıxırıq. Artıq növbəti səhifədə
Bizim ikinci modemimizin Wi-Fi adları nə olacaqsa onları seçirik. Bunu biz dəyişə də bilərik və yaxud da eyni bizim əsas modemimizin Wi-Fi adları ilə eyni də saxlaya bilərik. Bu istəyə bağlıdır. Və həmçinin onlara qoşulmaq üçün bizdən şifrəni tələb edir. Təbii ki, həm 2.4 GHz-lik şəbəkə üçün, həm 5 GHz-lik şəbəkə üçün. Əgər sizdə hər iki şəbəkə varsa və şifrələri fərqlidirsə, hər iki şifrəni daxil etmək lazımdır. 2.4 GHz hissəsində şifrəni daxil edirik və 5G şəbəkəsi üçün də şifrəni daxil edirik. Burada gördüyümüz kimi, əgər biz fərqli adlar istəyiriksə, onda burada sumaya görə ext sözü əlavə olunub. Yəni Mail Online Ext və yaxud da Mail Online 5 X5G. Bunu mən belə bu formada saxlayacağam ki, qoşulanda daha rahat bilinsin, görünsün. Və Next düyməsini basırıq. Burada da heç bir dəyişiklik etməyə ehtiyac yoxdur və Next düyməsini yenidən basırıq. Artıq son səhifədəyik və Finish düyməsini sıxmaqla reboot prosesini gözləməliyik. Reboot prosesində telefonum avtomatik olaraq qoşulduğum Wi-Fi-dan ayrıldı və köhnə Wi-Fi-ya qoşuldu. Və biz yenidən daxil oluruq yeni yaradılmış Wi-Fi-ya. Gördüyünüz kimi Mail Online X deyə və yaxud da Mail Online 5 X5G adlı iki Wi-Fi şəbəkəsi yarandı və biz onlara qoşulaq. Buradakı şifrəmiz əsas modemdəki Wi-Fi şifrəsi ilə eyni olacaq. Və budur, yeni Wi-Fi-ya artıq qoşulduq və rahatlıqla həmin Wi-Fi biz istifadə edə bilərik. Xülasə, əgər heç bir donma istəmirsinizsə, mütləq qeyd elədiyim birinci üsuldan istifadə etmək lazımdır. Yox, əgər deyirsiniz ki, kabel qoşmaq qeyri-mümkündür, onda ikinci üsuldan istifadə etməyinizi tövsiyə edirəm. Bəs siz hansı üsuldan istifadə etmək qərarına gəldiniz? Birinci üsul yoxsa ikinci üsul? Şərhlərdə qeyd eləyin, hamısını oxuyacağam. Videoda qeyd elədiyim üsullar əgər işinizə yaradısa, videonu bəyənməyi və abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.